Sevinç xanım, bir valideynimiz soruşur. Abituriyentlərin imtahanda həyəcanlı olmasının səbəbi nədir? Abituriyentin imtahanda həyəcanlanmanın birinci səbəbi, yəni öyrənilən materialın mexaniki hafizəyə əsaslanmasıdır. Bu nə deməkdir? Uşaq anlayaraq deyil, imtahanda yüksək nəticələr toplamaq xatirinə əzbərlədiyi materialın həyəcana əsaslanaraq unudulmasıdır. Bu zaman uşaq hiss və emosiyalarına qapılaraq daha çox evdən hansı təpki veriləcək, mən burada nə qədər bal toplayacağam, əgər toplaya bilməzsəm məni evdə nə gözləyir, mən ümumiyyətlə hazıram kimi sualları verməsi birbaşa mexaniki hafizəyə dayaqlanır və eyni zamanda uşağın birinci növbədə evdə alacağı, ətrafdan alacağı təpkiyə əsaslanır. Odur ki, əgər uşağınızın həyatda uğurlu olmasını, imtahanlarda nəticələrin yüksək olmasını istəyirsə, uşağa əzbərləməyi deyil, uşağa kimlərisə ondan bal gözlədiyin deyil, uşağın həyatda uğurlu olması üçün özünə inanaraq sevgi ilə materialı mənimsəməsinə yönləndirir. Burada mexaniki hafizə uşağın qəti düşmənidir.